İnterfeysə girdiyimiz zaman bizi belə bir səhifə qarşılayır. Burada ümumi nə qədər işçimiz olduğunu, burada şöbələrin sayını, burada işçilərin bu günlərin turniketdə nə qədər giriş-çıxış elədiyin sayını, tranzactionları, burada isə hər ay nə qədər yeni işçimiz olduğunu statistikasını görürük. Hal-hazırda bütün işçiləri əlavə elədiyimizdən bu saylar eynidir. Önümüzdəki aylarda artıq yeni işçilərin sayı görsənəcək sadəcə. Burada ümumi işçilərin 321 nəfərdən neçəsinin bugün kartından istifadə edərək işdə olduğunu göstərən bir statistika qarşılayır bizi. 321 nəfərdən 119 nəfər işdədir. Geri qalan işçilərimizdəki yəqin ki, kartlarından turniketlərdə istifadə eləmədiyinə görə belə bir statistika var. Burada əməkdaşlarımızın ad günü olduqca hər gün bu səhifədə görə biləcəyik. Bu səhifə işçi səhifəsidir. İşçiləri axtarış etməklə tapa bilirik. Məsələn, Azər Dadaşev. Adı, pozisiyası, hansı şöbədədir, e-maili, telefon nömrəsi, bu şəkildə bir səhifə ilə qarşılaşırıq. Sonrasında burada ümumi cədvəlimiz var. Məsələn, Azər Dadaşevi axtarsaq, Azər Dadaşev ay boyunca, indi digər statistikalar sildik deyə, məsələn, ayın bu günü yarım iş günündəyəm, çünki gün tamamlanmayıb hələ. Məsələn, başqa bir əməkdaşa baxsaq. Solmaz Daşdanova məsələn. Ayın 27-si, 28-i, 29-u, 30-u, 31-i 8 saatdan daha çox işdə olduğuna görə full day olaraq işdə olduğu göstərilir. Digər əməkdaşlar isə kartdan istifadə eləmədiklərinə görə işdə olmayıb kimi göstərilir. Bu səhifədə ay boyunca iş saatlarını görə bilirik. Burada solmaz üstündən baxaq. Solmaz Daşdanova. Ayın 27-si 9 saat 19 dəqiqə işdə olub. Ayın 28-i 9 saat 8 dəqiqə. 29-u 8 saat 59 dəqiqə. Burada bu şəkildə görə bilirik statistikanı. Employee Logs-da isə məsələn, Solmaz Daşdanova ayın 31-i saat 8:27-də işə girib, 17:00-da işdən çıxıb, ümumilikdə 8 saat 33 dəqiqə içəridə olub, çölə çıxmayıb, çölə çıxış zamanı kartdan istifadə eləməyib, ümumilikdə 8 saat 33 dəqiqə full day olaraq statistikası göstərilir. Məsələn, Azərə baxsaq, Azər Dadaşev 9:04-də işə gəlib, hələ də universitetin içərisindədir. 7 saat 30 dəqiqə universitetin içərisində olub, 40 dəqiqə isə çöldə. Bu abed zamanı ola bilər, yan binalar keçid ola bilər. Yəni çöldə keçirdiyi vaxt göstərir. Ümumilikdə 8 saat 11 dəqiqədir ki, hələ də ki işdədir. Bura isə mühasibatlığı üçün verəcəyimiz bir bölmə olacaq. Fərman müəllim buradan işçilərin iş saatlarına görə maaşı hesablayacaq. Bu növbəti aylarda əlavə eləyəcəyimiz bir funksiya olacaq.